Mədə xərçənginin əlamətləri nələrdir? Diaqnozun qoyulmasında hansı üsullardan istifadə edilir? Kimlər risk qrupundadır? Mədə xərçəngi necə müalicə olunur? Ege Hospitalın onkoloqu doktor Pərvanə Rüstəmova danışacaq. Son mərhələlərdə kaxeksik bir görüntü alan insanların psixoloji durumu da çox gərgin və fərqli olur. Ona görə də heç bir halda buna çatmamaq üçün vaxtında müayinə çox önəmlidir. Hər vaxtınız xeyir olsun əziz Ayırba TV izləyiciləri. Mən doktor Dilbər Rahim. Səhhətimizin bir buraxılışından daha hər birinizi salamlayıram. Verilişimizdə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Əziz tamaşaçılar, ekrana yaxın əyləşin. Bir daha aktual bir mövzuyla qarşınızdayıq. Bugünkü qonağımız isə Ege Hospitalın onkoloqu Pərvanə Rüstəmovadır. İndi isə Pərvanə doktorun otağındayıq, onunla birlikdəyik. Necəsiniz doktorum? Çox sağ olun, yaxşı olun, xoş gəlmisiniz. Bu otağa elə həmişə belə xoş bir çəkilişlər üçün gələsiniz. İnşallah doktorum. İstərdim mövzumuzu açıq eləyək. Bugün danışacağımız mövzu mədə xərçəngidir. Mədə xərçəngi simptomatika olaraq digər xəstəliklərin fonunda da görə biləcəyimiz bir xəstəlikdir. Buna görə ilk öncə istərdim sizin təcrübələrinizdən yararlanaq və pasientləri siz özünüz mədə xərçəngi diaqnozu ilə olan xəstələri hansı simptomatika ilə görürsünüz, ondan başlayaq. Mədə xərçəngi əslində təəssüf ki, onkologiyadan danışanda bir sıra xəstəliklərdə bu cümləni işlədirik ki, xəstədən asılı olmadan gecikmələrə səbəb olur. Yəni, düşünün ki, insan gəlir 40-50 yaşından sonra artıq onun bəslənməsində bir sıra dəyişikliklər olmalıdır. Normalda qida rasionumuzda da daha yüngül qidalara keçməliyik. Biz bunu əməl etmədiyimiz zaman nə baş verir? Köp hissiyatı olur, tez doyma hissiyatı olur, epigastral nahiyədə bir ağırlıq hissiyatı olur və bu insanlar əksər hallarda bunu yaşa bağlayırlar, qidalanmasına bağlayırlar, həyat tərzinə bağlayırlar və heç kim bunu ciddiyə alıb bir əlamət, bir şikayət kimi ciddi qəbul etmir. Növbəti mərhələdə artıq mədə nahiyəsində diskomfortu olan adam az bəslənməyə başlayır. Az bəsləndiyi zaman da bu dəfə çəki itkisinə diqqət etmir ki, zaten yemirəm. Yemirəmsə deməli arıqlaya bilərəm. Üçüncü, dördüncü artıq aylarda şikayətlər davam edir xəstədə. Eyni bir şəxs prototipində danışırıq biz. Bu dəfə xəstədə qan azlığı əlamətləri, dəri və selikli qişaların avazıması, solğunluğu, tez yorulma, halsızlıq şikayətləri baş verir. Bunu da öz zəif bəslənməsinə və bunun altında ola biləcək bir qan azlığına bağlayır. İnsanlar bunu da görməzdən gəlməyə çalışır. Yəni, mədə xərçənginin pərdələnməsi üçün o qədər ümumi əlamətlər var ki, çox az hallarda çox diqqətli şəxslər nəcisin rənginin qaralması, təbii ki, bu da gec mərhələdə. Düşünün, böyük bir törəmə var, qanıyır ki, nəcisin rəngində qaralma verir. Bunu diqqət edib həkimə gəlirlər və yaxud da ki, çox kəskin arıqlama şikayətləri ilə gəlirlər. Yəni, çox nadir hallarda belə bariz müəyyən simptomatika olmalıdır ki, net bir şikayəti yoxdur. Yəni, %100 dəqiq bizim mədə xərçənginin vizit kartı deyə biləcəyimiz bir şikayət əlimizdə yoxdur. Ona görə də burada yenə də çox ciddi şəxsdən özünə qarşı, sağlamlığına qarşı həssaslıq tələb olunur. Hansı xəstə qrupu şanslıdır? Əslində, buna da nə qədər şans demək olarsa, həyatının müəyyən mərhələsində xərçəngönü diaqnozu olmuş. Mədədə bəzi xəstəliklər var ki, bunlar öz-özlüyündə
prekanserogen xəstəliklərdir və bunları bilən insanlar daha diqqətli müayinə olunurlar və o qrup şəxslərdə xəstəlik daha erkən aşkarlana bilir. Hansı xəstəliklərdən gedir söhbət onda doktor? Gələcəkdə xərçənglə nəticələnə bilən xəstəliklərdən xüsusilə də xroniki atrofik qastritlər, bunlar xərçənglə nəticələnə biləcək bir patologiyalardır. Ağır dərəcəli metaplaziya və displaziyalar nəzarətsiz qaldığı dövrdə bunlar prekanserogen patologiyalar sayılır. Helicobacter pylori'nin pozitiv olduğu mədə xoraları, özəlliklə Helicobacter pylori pozitivliyi çox yüksək riskdir mədə xərçəngi üçün və sevindirici haldır ki, bu Helicobacter pylori kəşf olunduqdan və ona qarşı bakteriyanın eliminasiyasını təmin edən müalicə tapıldıqdan sonra mədə xərçənginin rast gəlməsi azaldı. Məhz həmin bakteriyaya bağlı olaraq. Yəni zamanında sizdə bakteriya pozitivliyi varsa və ona uyğun adekvat müalicə alırsınızsa, artıq burada riskinizi azaltmış olursunuz. Və bir də autoimmun qastritlər var ki, bu bədxassəli anemiya deyilən, B12 vitamininin defisiti deyilən hallarda bunlar da uzun dönəm nəzarətsiz qaldığı zaman təbii ki, mədə xərçəngi ilə nəticələnə bilən patologiyadır. Bir də bütün onkoloji xəstəliklərdə olduğu kimi mutasiyası olan, xüsusilə mədə xərçəngi riskini artıran CDH1 mutasiyası, təbii ki, bu genetiklər başqa bir səbəbdən müayinə aparırsa və bu mutasiya varsa, həmin şəxsdə mədə xərçəngi riskini yüksəltmiş olur. Ailə üzvlərində yaxın qan bağı olan birinci dərəcəli qohumlarında 2 və daha çox şəxsdə mədə bağırsaq xərçəngi olmuş şəxslər də daha yüksək risk qrupuna girmiş olurlar. Eyni zamanda təbii ki, zərərli vərdişlər, xüsusilə tütün istifadəsi və alkoqol istifadəsi və bunların ikisinin bir arada olması da mədə xərçəngini dolayısıyla artıran risk faktorudur. Şübhələndiyimiz anlarda əlbəttə ki, diaqnostika edilməlidir. Diaqnostika hansı metodlarla olunur? Məhz mədə xərçəngi şübhəsi zamanı doktorum. Mədə xərçəngi və ya xərçəngi önü bir xəstəlik şübhəsində əslində burada ən çox yaxşı görüntü verən və çox informativ müayinə üsulu qastroskopiyadır. Mədənin belə deyək də optik müayinəsi, zondla müayinəsidir. Qastroskopiya zamanı biz həm diaqnoz qoya bilirik görüntüyə görə, həm də görünən şübhəli patoloji sahədən həmin prosedur zamanı biopsiya alınaraq, əgər orada xərçəng şübhəmiz varsa, götürülən bioptatın patahistoloji incələnməsi aparılır və eyni zamanda həm endoskopik bizim diaqnozumuz, məsələn, mədə xərçəngi sualı altında yazılır və götürülən bioptat patahistoloji təsdiq olunursa, burada artıq mədə xərçəngi diaqnozu təsdiq olunmuş olur. Bu işin ilkin etapıdır. Bu mərhələyə qədər 90% halda xəstələr gastroenteroloqun nəzarətində olur. Əgər biopsiya cavabı xərçəng təsdiq olunarsa, artıq xəstə gastroenteroloq tərəfindən onkoloqa və yaxud cərraha yönləndirilir. Burada həm cərrahın, həm onkoloqun işi yenə də xəstəliyin mərhələsini aparmaqdan ibarətdir. Mədə xərçəngi elə bir orqanın xərçəngidir ki, son 7-8 ildə xüsusilə Amerika Gastroenteroloqlar və Cərrahlar Cəmiyyətinin yeni bir tövsiyəsi var ki, T2 mərhələdən etibarən, yəni mədə selikli qişasının zədələnməsini biz bunu endoskopik ultrasəslə təyin edə bilirik, hansı qişalar zədəlidir. T2-ni keçəndən sonraki bütün hallarda əməliyyatdan öncə kimyoterapiya alan xəstə qrupu əməliyyatdan sonra kimyoterapiya alan xəstə qrupuna görə daha çox yaşayır deyə həmin o qurumun da tövsiyəsi odur ki, yəni artıq mədə xərçəngində də neoadjuvant kimyoterapiya bir standart müalicə üsulu kimi qarşımıza çıxır. Mərhələləndirmədə çox incə, həssas məqamlar var. Biz adətən qarın boşluğunun kontrastlı kompüter tomoqrafiyası və yaxud qarın boşluğu maqnit rezonans tomoqrafiya müayinəsi ilə müayinəni aparırıq, amma bəzi hallarda bu yetərli deyil. Çünki qarın içində, özəlliklə peritonda çox kiçik zədələnmələrin olmağı və yaxud qarın boşluğunda olan maye, bəzən asitin olmağı öz-özlüyündə həm cərrahi müdaxiləyə əks göstəriş sayılır, həm də mərhələni dəyişir və bəzən biz bunu yalnız tomoqrafiya ilə görə bilmirik deyə
şübhəli hallarda dəqiq mərhələləndirmək üçün əlavə bir düşünün, invaziv bir müdaxilə ortaya çıxır, laparoskopiya. Yəni mədə xərçəngində bəzən net diaqnoza getmək üçün hətta diaqnostik laparotomiya aparılan hallar da olur. Təbii ki, bu da yenə də çox təchizatlı və bu işlə məşğul olan cərrahların çalışdığı klinikalarda bu bilgilərə hakimdilər. Daha çox öncələr belə bir cümlələr var idi ki, qarın boşluğu açıldı və bağlandı, əməliyyat etmək mümkün olmadı. Bax, məhz bu halların qarşısını almaq üçün, bu cür travmatik prosedurlardan xəstəni qorumaq üçün gərəkli hallarda mini-invaziv və ya laparoskopik üsulla da girilib həmin o diaqnozun mərhələsinin tamamlanması həyata keçirilə bilər. Bir də tez-tez belə bir sual alıram xəstələrdən ki, doktor, PET-CT bizim üçün nə qədər önəmlidir? Mədə xərçəngi xəstəsini. Niyəsə elə olub ki, artıq onkologiya deyilib PET-CT yanaşı işlədilir və çox adam da məhz onu maraqlanır ilk olaraq. Doğrudur. Burada da yenə də biz baxırıq həmin o şişin histoloji verifikasiyada verilmiş alt tipinə. Bəzi şişlər var, mustinoz komponentli, elə şişlər var ki, onlar PET negativ sayılır. Yəni PET-CT müayinəsi ilə biz görüntünü tam görə bilmirik. O halda kontrastlı normal kompüter tomoqrafiya daha informativdir. Amma təbii ki, aparılan hər üst müayinə bizim üçün faydalıdır. Diaqnozu dəqiqləşdirməkdə köməkçi bir addımdır. Ona görə də uyğun hallarda bəli müayinə alqoritminə bunu da əlavə etmək olur. Xəstələr elə olurmu ki, məsələn, yanınıza həqiqətən mədə xərçəngi, amma erkən mərhələdə gəlsinlər yanınıza? Yəni belə xəstələrin sayı nə qədər olur? Olur, amma çox az olur. Bu yaxınlarda bir həkim xəstəm gəlmişdi. Yəni həkim adına təəssüf edirəm ki, onkoloji diaqnozu qoyulub, amma yenə də həkim adına qürur duyuram ki, çox erkən mərhələdə müraciət etmişdi və erkən mərhələdə müraciətdə əməliyyatın həcmi çox az olur və sonrakı qoruyucu müalicəyə ehtiyac var, yoxdur. Bu məsələlər də orada təbii ki, başqa bir risk faktorlardan asılı olaraq biz o xəstəyə 3 aylıq qoruyucu kimyoterapiya tövsiyə etdik və hal-hazırda müalicəsini alır. Amma yenə də bütün bunlara baxmayaraq o erkən müraciət etmiş bir xəstə idi və bu sevindirici haldır. O xəstəni həkimə aparan yeganə şikayət tez doyma duyğusu idi. Yəni əvvəlki kimi yeyə bilmirəm, tez doyuram, bu normal deyil düşünüb və bir gastroskopiya olunmuşdu. Adi halda heç biz bu şikayətə əhəmiyyət vermərik ki, yəni siz deyəndə mən də bir düşündüm. İnsanların, yəni burada bu cümlədən yanlış mesaj çıxmasın ki, bütün tez doyan insanlar, amma yəni normal həyatında fərqli, daha öncəkindən fərqli bir əlamət ortaya çıxırsa, ən azından adını qoymaq lazımdır. Uzun müddət davam edən qan azlığı ilə insanlar götürür və öz başına dəmir preparatları qəbul edirlər, başqa bir qan artırıcı vasitələrdən istifadə edirlər. Amma bunun bir kökünə enib səbəbini tapmaq varkən biz əlaməti, simptomu müalicə eləsək, onu aradan qaldırım, öz normal həyat siklində davam edeyim, bu normal bir şey deyil. Heç bir yerə gedib çıxa bilməyəcəyik. Təbii ki, öncə o hala gətirib çıxaran, o amilə səbəb olan səbəbi aradan qaldırmaq, yəni bizim əlimizdəki özümüzə edə biləcəyimiz ən böyük yaxşılıqdır. Doktorum, mən bildiyim qədərilə siz her pozitiv, daha pozitiv yanaşırsınız. Onun səbəbini öyrənmək istərdim, onu açıqlayaq biraz ki, səbəbi digər, belə deyim, reseptorlardan bunun pozitiv çıxması nə kimi fərqləri var və onkologiyada bunun öz yeri nədir? Onu soruşmaq istərdim. Doğrudur, biz her pozitivliyi daha çox süd vəzi ilə bilirik, tanıyırıq, amma son illər mədədə və yoğun bağırsaq şişlərində də artıq her reseptorları öyrənilməyə başlayıb. Bu termin olaraq açanda, belə deyək də, həmin o insan epitelial böyümə faktorunun bir reseptorudur. Yəni, kobud desək, xəstələri izah edirik ki, şişin üzərində düşünün ki, bir antena var və sən ona baxanda tanıyırsan ki, bu o şişdir. Və bugün müasir dərman industriyası elə inkişaf edib ki, həmin o reseptoru tanıyıb, onu blok edə biləcək şəkildə. Bunlar müxtəlif mexanizmlərlə təbii ki, həyata keçirilir. Bu cür target, hədəfə yönəlik dərmanlar var və biz her pozitiv bir xəstə gördüyümüz zaman ona her blokadasını aparıb xəstəliyi nəzarətə alacağıq deyə sevinirik. Amma təəssüf ki, bu cəmi 100 adamdan 4-ündə, 4% kimi nadir rast gəlinir. Amma bunun pozitivliyi xəstəyə çox böyük bir müalicə imkanı verir. Digər hallarda isə daha çox biz
belə deyək də, Vec inhibitor istifadə edirik, PD1 və PDL1 belə deyək, bu immunoterapiya üçün uyğunluğun olub-olmadığını yoxladığımız testlər var. Bunlar da mədə xərçəngində, özəlliklə gecikmiş və metastatik mədə xərçəngində ən azından 1 il və üzəri zaman qazandırmaq üçün bizə bir faydadır. Biz mədə xərçəngindən danışarkən təəssüflə vurğulamalıyam ki, insanın həyat keyfiyyətini şiddətli şəkildə pozan bir patologiyadır. Bu patologiyanın diaqnozu qoyulmuş insanların yemək vərdişləri kəskin şəkildə dəyişir, çəki itkisi insanın psixologiyasına təsir edir. Biz sağlam olanda ən böyük arzumuz arıqlamaqdır. Amma məhz mədə xərçəngi səbəbilə arıqlayan, son mərhələlərdə kaxeksik bir görüntü alan insanların psixoloji durumu da çox gərgin və fərqli olur. Ona görə də heç bir halda buna çatmamaq üçün vaxtında müayinə çox önəmlidir. Parenteral qidalanmalar, belə deyək, ağızdan bəslənməsi çətin olan hallarda dəstək müalicələr mədə xərçəngi xəstələri üçün çox önəmlidir. Ailə üzvlərinin üzərinə çox önəmli yük düşür. Burada onların bəslənmə işində dəstək üçün. Çünki mədənin anatomik quruluşuna baxsaq, özəlliklə mədə girəcəyindəki şişlər, düşünün ki, mədəyə hər hansı bir qidanın daxil olmağına mane olur və davamlı bir qapı rolunu oynayır bir növ və qidalana bilmir və davamlı qusmalarla, bu da ki, öz son nəticə olaraq ciddi arıqlama ilə gətirib çıxara bilər. Belə xəstələrdən bugün cərrahiyyənin imkan verdiyi və endoskopiyanın imkan verdiyi dəstək üsulları var ki, pek taxılması, xüsusi zontla mədədən bəslənmələr ən azından xəstənin, belə deyək də, o yemək istəyib yeyə bilmədiyi şeyləri qəbul edə bilmə imkanı verir. Amma bütün bunlar təbii ki, daha gecikmiş 4-cü mərhələ xəstələrdə tətbiq olunan, həyat keyfiyyətini rahatlaşdırmağa aparan palliativ dəstək üsullarıdır. Bizim həkim olaraq məqsədimiz nədir? İnsanların müalicəsində və insanların tibbi savadlılığın artırılmasında rol oynayaq ki, heç kim o həddə gəlib çatmasın. Təşəkkür edirəm doktorum. Həm ümumi çağırışınıza görə, müayinələrə çağırışınıza görə, həm ümumi məlumata görə ümid edirəm gələn verilişlər sizin qonağınız biz olarıq artıq otağınızda mümkünsə doktorum. Təkrar xatırlatmaq üçün deyək ki, bizim bugünkü doktorumuz Ege Hospitalın onkoloqu Pərvanə Rüstəmova idi. Təşəkkürlər doktorum. Əziz tamaşaçılar, Səhhətimiz verilişinin bir buraxılışını daha geridə qoyduq. Səhhətimiz verilişinə tək ARB TV ekranlarına yox, həm də digər sosial media hesablarımızdan baxa bilərsiniz. O hesabları izləyə bilərsiniz və şərhlər bölməsində suallarınızı qeyd edə bilərsiniz. Biz o suallara buradakı ixtisaslı həkimlərimizlə birgə əlbəttə ki, cavab verəcəyik. Səhhətimiz sağlam gələcəyin təminatı, əziz dostlar. Gəlin gələcəyimizi birgə yoruyaq. Gəlin görüşlərədək.